İnsan bu dünyaya yalnız yaşamaq, işləmək, qazanmaq üçün göndərilməmişdir. Onun yaradılışının ən böyük məqsədi Rəbbini tanımaq, ona qulluq etmək və ona yaxınlaşmaqdır. Bu yaxınlığın ən gözəl yolu isə namazdır. Fars dilində namaz adlanan bu ibadət ərəb dilində salah sözü ilə ifadə edilir. Salah sözünün mənaları dua etmək, yalvarmaq, bağışlanma diləmək və ibadət etməkdir. Məhz buna görə də namaz yalnız müəyyən hərəkətlərdən ibarət bir ibadət kimi görülməməlidir. O, qulun Rəbbi ilə etdiyi ən səmimi söhbətdir, ən dərin dua və ən saf yaxınlıqdır. Namaz müminin mənəvi ucalış yoludur. O, qaranlıq həyat yollarını işıqlandıran nur, yorğun ruhlara şəfa verən ilahi bir çeşmədir. Allaha qovuşmaq istəyən hər bir qəlbin sığınacağı, insanı yaradılış məqsədinə çatdıran ən böyük ibadətdir. Haqq dostları bunun üçün namaz haqqında deyir ki, namaz müminin meracıdır. Çünki Allah Resulü sallallahu aleyhi və səlləm Meyrac gecəsində Rəbbinə ən yaxın olduğu anı yaşamışdı. Mömin də hər səcdə edişində öz ölçüsünə görə həmin yaxınlığı, həmin dərinliyi hiss edə bilər. Uca Allah Cəllə Cəlaluhu Aləq surəsində buyurur ki, səcdə et və yaxınlaş. Allah Resulü sallallahu aleyhi və səlləm isə bir hədis şəriflərində qulun Rəbbinə ən yaxın olduğu an səcdə halıdır buyurur. Deməli, səcdə sadəcə alnı yerə qoymaq deyil. Səcdə insanın qürurunu, nəfsini və bütün dünyavi ağırlıqlarını Allahın huzurunda yerə qoymasıdır. Bir düşünək, gündə 5 dəfə kainatın sahibi bizi öz huzuruna dəvət edir. Bu sadəcə bir ibadət əmri deyil. Bu, sonsuz mərhəmət sahibinin qullarına gəl, yoruldunsa mənə gəl, bir dərdin varsa mənə danış, ürəyin sıxıldıysa mənə sığın deyə etdiyi ilahi bir dəvətdir. Allahın bizim namazımıza heç bir ehtiyacı yoxdur. Namaza ehtiyacı olan bizlərik. Namaz, qulun Rəbbini unutmadığının, ona sədaqətinin və sevgisinin ən gözəl ifadəsidir. Allah Cəllə Cəlaluhu buyurur, Estağfirullah, və əqimis salətə lizzikri. Məni xatırlamaq üçün namaz qıl. Namaz həm də Rəbbimizin bizə bəxş etmiş olduğu saysız hesabsız neymətlərə edilən ən böyük təşəkkürdür. İnsan hər gün minlərcə neymətlərdən istifadə edir. Nəfəs alır, görür, eşidir, yeyir, içir, sevdikləri ilə görüşür. Bütün bunların qarşılığında Allah bizdən nə istəyir? Cəmi bir neçə dəqiqə öz huzurunda dayanmağımızı. Namaz insanı günahlardan və çirkin əməllərdən uzaqlaşdıran ən böyük mənəvi qaladır. Uca Allah Cəllə Cəlaluhu Ankəbut surəsinin 45-ci ayəsində buyurur ki, Estağfirullah, İnnə salətə tənhə anil fəhşəi vəl münkər. Şübhəsiz ki, namaz insanı əxlaqsızlıqdan və pis işlərdən çəkindirər. Haqqı ilə qılınan namaz insanın təkcə ibadətini deyil, bütün həyatını dəyişir. Çünki insan gündə 5 dəfə Allahın huzurunda dayanırsa, gün ərzində etdiyi hər işi də Allahın huzurunda hesab verəcəyini düşünərək edər. Namaz mümini mənəvi kirlərdən təmizləyən ilahi bir çaya bənzədilir. Əbu Hüreyrə radiyallahu anhdan rəvayət edilir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurdu. Əgər sizlərdən birinizin qapısının önündən bir çay axsa və o hər gün o çayda 5 dəfə yuyunsa, onun üzərində kirdən, çirkdən bir əlamət qalarmı?
Səhabələr isə belə cavab verdi: Xeyr, heç bir çirk qalmaz ey Allahın Rəsulu. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm isə buyurdu ki, 5 vaxt namaz da bunun kimidir. Allah onunla bütün qulun günahlarını silər, təmizləyər. 5 vaxt namaz da bu çaya bənzəyir. Allah onunla günahları silər, təmizləyər. Biz bəzən elə düşünürük ki, ən böyük ibadət kiməsə maddi yardım etmək, sədəqə verməkdən ibarətdir. Kasıblara kömək etmək və ya başqa xeyirxah işlər görməkdən ibarətdir. Şübhəsiz ki, Allah qatında bunlar çox dəyərli, çox qiymətli əməllərdir. Amma bütün bu salih əməllərin içərisində Allahın ən çox dəyər verdiyi şey namazdır. Çünki qiyamət günü insanın ilk hesaba çəkiləcəyi əməl də namaz olacaq. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, qiyamət günü qulun ilk sorğu-sual olunacağı əməli namazdır. Əgər namazı düzgün olarsa, digər əməlləri də xeyirlə davam edər. Əgər namazı nöqsanlı olarsa, Allah buyurar ki, qulumun nafilə namazlarına baxın. Fərz namazlarından başqa nafilə namazları varsa, onunla fərzlərin nöqsanlıqlarını tamamlayın. Daha sonra digər əməlləri də bu qayda ilə hesaba çəkilər. Əslində namaz insanın bütün həyatını islah edir. Çünki Rəbbinin huzurunda dayanmağı öyrənən insan artıq insanlardan utanmaqdan daha çox, daha əvvəl, daha öncə Allahdan həya etməyi öyrənir. Namaz qulun Rəbbi ilə baş-başa qalmasıdır. Dərdini ona danışmasıdır. Göz yaşlarını yalnız ona axıtmasıdır. Heç kimin eşitmədiyi duaları yalnız ona pıçıldamasıdır. Namazı tərk etmək isə Allahın hər gün etdiyi 5 mərhəmət dəvətini geri çevirməkdir. Halbuki hər namaz vaxtında ayrı bir hikmət, ayrı bir sir gizlidir. Sübh namazı insanın günə başladığı andır. İnsan sübh namazını qılaraq günə Allahın adı ilə başlayır. Ruhunu Rəbbinə əmanət edir. Bütün başlayacağı günün çətinliklərində Allahın gücünü arxasına alır. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, sübh namazını qılan Allahın himayəsindədir. Günorta isə dünya işlərindən yorulub, maddi yönlərimizdən yorulub, mənəvi ehtiyacı duyduğumuz andır. Günorta dünyalıq işlərdən yorulub, bezdiyimiz anda, dünya qayğıları bizi yorduğu anda, namaz yorulmuş ruha açılan sərin bir pəncərədir. Günorta namazı bu anda yorulmuş ruhumuza açılan sərin bir pəncərədir. İkindi namazı isə günəşin qərbə meyl etdiyi andır. Ömür də beləcə yavaş-yavaş sona yaxınlaşır. İnsan faniliyi hiss edir və həmin an o heç vaxt onu tərk etməyən Rəbbinin huzuruna namaz ilə sığınır. Axşam gəlincə günəş batır. Bir gün də ömür kitabından silinib gedir. Bu isə bizə kiçik bir ölüm kimidir, ölümü xatırladır. Ruh həmin anda yenidən sanki namaz ilə dirilir, yenidən namaz ilə ruhu əbədiləşir. Yatsı namazı isə artıq günəşin bütün şüalarının üfüqdə yox olub, qaranlıq bütün üfüqləri örtdüyü andır. Günəşdən heç bir əsər, əlamət, heç bir iz qalmır. Bir gün insan da bu dünyadan gedəcək. Bir müddət sonra adı belə unutulacaq. Bu an insana bunu hiss etdirir. Lakin onu heç vaxt unutmayan biri var. Rəbbi. Elə buna görə də gecənin sakitliyində insanın Rəbbinə namaz ilə sığınmasından daha gözəl nə ola bilər ki? Unutmayaq ki, namaz ağır bir yük deyil. Namaz Allahın bizə verdiyi ən böyük hədiyyələrdən biridir. O, ruhun nəfəsidir. O, qəlbin həyatıdır. O, müminin miracıdır. Əgər bugün namazda nöqsanlarımız varsa, yenə də ümidsiz olmayaq. Çünki Allah hər gün bizi
5 dəfə öz huzuruna çağırır, dəvət eləyir. Və bu çağırışın adı azandır. Bu çağırışın adı azandır. Bu dəvətin sahibi isə, bu çağırışın sahibi isə sonsuz mərhəmət sahibi olan Rəbbimizdir, Allah Cəllə Cəlaluhu. Elə isə gəlin bu dəvətə cavab verək. Çünki bizi gözləyən sadəcə bir namaz deyil, bizi gözləyən Rəbbimizdir.